Herkese salam. Bugün təxminən bir əsr bundan əvvəl çəkilmiş bir film haqqında danışacağıq. Bəli, düz eşitdiniz. 1927-ci ildə çəkilmiş Metropolis filmi haqqında danışacağıq. Rejissor Fritz Lang'dir. Almanya istehsalı bir filmdir. 2 saat 33 dəqiqədir müddəti. IMDb xalı 8.3'dür. Kateqoriya olaraq, janr olaraq elmi fantastika və dram janrlarına aid edə bilərik filmi. Çox uzatmaq istəmirəm çünki filmdə həddindən artıq danışılacaq detallar var. Film öz janrında, öz sahəsində ilklərə imza atan bir filmdir. Buna görə də çox uzatmadan mövzu və təhlilinə keçək filmin. İzləyəcəyimiz filmdə işçi sinfi və idarəçilər arasında baş verən sosial böhranlar, kapitalizm tənqidi, cəmiyyətin sosial quruluşundakı ədalətsizliklər əks olunub. Olduqca ağır şəraitdə çalışan işçilər qaranlıq yeraltı dünyasında yaşayırlar. Bu yeraltı dünyasının üzərində isə bizə möhtəşəm və futuristik bir şəhər təqdim olunur. Məhz o şəhər ki, həmin işçilərin ədalətsiz sistem və ağır şəraitdə saatlarla dayanmadan çalışması hesabına mövcuddur. Sənayeləşmə çağının təsirlərinin artıq aydın şəkildə hiss olunduğu bu dövrdə insanlar ikiyə ayrılmışdır. Yer altında istehsal maşınları ilə yaşayan aşağı işçi sinfi və yuxarıda daha komfortlu bir yaşam sürən idarəçi sinfi. Bir gün bu şəhərin sahibi Johann Fredersen'in oğlu Freder, Maria adlı bir qadına aşık olur və daha sonra bu yeraltı dünyasına gəlir. Lakin burada işçilərin başına gələn dəhşətli və xoşagəlməz hadisələrə şahid olur. Bundan təsirlənən Freder atasının idarəsinə qarşı çıxır və təəssüfünü bildirir. Frederin nitqinə nəzər salaq bu məqamda. Əlləri bu şəhəri inşa edən insanlar haradadır? Onlar kimə aiddirlər? Dərinlərə? Bəs o dərindəkilər bir gün sənə qarşı ayaqlansalar necə olacaq? Bundan sonra Freder işçilərə kömək etməyə qərar verir və bu sistemə qarşı gəlir. Gələk Maria obrazına, çünki filmdə olduqca mühüm yerə malikdir. Maria işçilər üçün yer altında İncildən hissələr oxuyan, tarixdən rəvayətlər haqqında daim məlumatlar verən, işçilər arasında sülhü və ədaləti yayan bir obrazdır. Xüsusilə Babil şəhəri haqqında danışdığı rəvayət məhz bir-birlərini anlamayan, bölünmüş bir cəmiyyəti təmsil edir. Əslində tam olaraq filmdəki sosial quruluşa göndərmədir bu rəvayət. İşçilər üçün müqəddəsdir Maria, lakin filmin gedişatında bütün bunlardan xəbər tutan Johann Fredersen və yeni robot ixtira edən alim Rotwang bu inqilabın və işçilərin oyanmasının qarşısını almağa çalışır. Marianı işçilər arasında pis göstərmək üçün ixtira olunan robota Marianın surəti verilir. Artıq Maria surətindəki robot ilə işçiləri ayaqlandırırlar və aldadırlar. Lakin gerçək Maria, Freder və digərləri mübarizə aparırlar. Əllər ilə ağlın vasitəçisi ürəkdir. Bu cümlə filmdə əsas şüar və ideyadır. Əllər işçilərdir, ağıl isə Johann Fredersen və digər idarəçilərdir. Vasitəçi simvol olan Freder burada birlik, xalq qavramını ifadə edir. Bu mənə bir məqamda Russonun ictimai müqaviləsini də xatırladır. Film Weimar dövrünə aid sosial-demokratiya ideyasını aşılayır izləyiciyə. Filmdə yer altındakı işçilər sosializmi, idarəçilər kapitalizmi, Maria isə hər iki tərəfi uzlaşdıran demokratik sosializmi ifadə edir. Weimar Respublikasının da düşməsi ilə bu demokratiyanın yerini nasional sosializm əvəz edir. Biraz da bu film bizə Almanların o dövrdə artıq korporatizmə doğru getdiyini göstərir. Buna görə də təsadüfi deyil ki, Hitlerin ən sevdiyi, təqdir etdiyi filmlərdən imiş. Hitler rejissordan daha sonralar film çəkməsini istəyir, lakin rejissor öz liberal görüşlərinə görə nasistlərlə əməkdaşlığı rədd edir və Amerikaya köçür. Buna görə də Metropolis həm nasist estetikası ilə əlaqələndirilir, həm də nasistlərin tam mənimsəyə bilmədiyi bir sənət əsəri kimi tarixdə qalır. Film haqqında bəzi nüansları da vurğulamaq lazımdır. Filmin senarisi Avstriyalı-Alman rejissor Fritz Lang və həyat yoldaşı Thea von Harbou tərəfindən yazılıb. O zamanlar kino sənətində, incəsənətdə Alman ekspresyonizminin son filmlərindən sayılır. 20-ci əsrin əvvəllərində 1-ci Dünya müharibəsindən sonra Almaniyada və Avstriyada yaranmışdır bu cərəyan, lakin Almaniyada nasist partiyasının hakimiyyətə gəlməsi və bir çox Alman rejissorun Hollivooda köçməsi ilə bir növ beyin köçü baş verdi və Amerikaya daşındı bu cərəyan. Məhz ilk insan şəklində robot, ilk distopik şəhər, ilk çılğın professor kimi ilklərə imza atmışdır. Filmdəki robot qadın Maria kino tarixinin ilk məşhur androidlərindən hesab olunur. Sonrakı 10 illiklərdə çəkilən saysız hesabsız robot obrazlarına, hətta Star Wars və bir çox elmi fantastik əsərlərə təsir göstərib. Qeyd edək ki, film öz dövrünün ən bahalı səssiz filmidir. Təxminən 7 milyon Reichsmark, yəni 22 milyon dollar xərclənmişdir və çəkimləri
17 ay davam etmişdir. Filmin çıxmağından qısa bir zaman sonra əslindən bir xeyli qısaldılmışdır. Təxminən 1/4-nin tamamilə yox olduğu düşünülürdü. Amma 2008-də Argentinada filmin bütöv halına yaxın bir nüsxəsi tapılmışdır. Filmin kəsilməsinin səbəblərindən biri kimi bir ehtimal kommunist görüşləri yansıtması ola bilər o dövrdə bəlkə də. Ümumi olaraq film öz dövründən sonraki elmi fantastikaya güclü dayaq olan, inanılmaz büdcə və əmək sərf edilən və yerində siyasi, sosial tənqidi yanaşma irəli sürən bir şahəsər sayıla bilər. Xoş izləmələr. İzlədiyiniz üçün və dinlədiyiniz üçün təşəkkür edirəm.